Salam dəyərli izləyicilər, bu gün sizinlə müdavimlərin, həmçinin abituriyentlərin çox çətinlik çəkdiyi bir test tapşırığına baxırıq. Qeyd edirik ki, 99 dərəcə şərq uzunluğu 6-cı saat qurşağının qərb sərhəddinə uyğun gələrsə, 75 dərəcə qərb uzunluğunun yerləşdiyi saat qurşağını müəyyən edin. Bu tipli məsələlərdə biz necə işləyirik? Deyirik ki, ilk öncə, baxın, 6-cı saat qurşağının qərb sərhəddi deyirsə, 6-da qərbdə nə olar? Şərqdə 6-dan şərqə 7 olar, qərbdə 5 olar, eləmi? Demək, 5 ilə 6-nın sərhəddi 99 dərəcə şərq uzunluğuna uyğun gəlir, eləmi? 5 ilə 6-nı toplayıram, edir 11. Və aldığım cavabın ədədi ortasını tapıram, 5,5. Həmin 5,5-i 99-a bölürəm və tapıram 18. Burada aldığım 18 nədir? 1 saata yer kürəsinin 18 dərəcə döndüyünü tapıram. Və biz əvvəl necə deyirdik? Deyirdik ki, 1 saata 15 dərəcə dönür, 360-ı 15-ə bölürdük və 24 alırdıq. İndi isə deyirəm ki, 1 saata 18 dərəcə dönərsə, bəs neçə saata bütün çevrəni dönər? Buradan tapıram ki, 20 saata bütün çevrəni dönür. Deməli, 20 saat qurşağının da olduğunu müəyyən edirik. Yəni, 1 saata 18 dərəcə dönür və 20 saat qurşağı var. Sonra necə işləyirik? 75-i, deyir ki, 75 dərəcə qərb uzunluğunun yerləşdiyi saat qurşağını müəyyən edin. 75-i bölürəm 18-ə, çünki 1 saat 18 dönürsə, bəs 75 dərəcəni neçə saata dönər? 75-i 18-ə bölürəm, edir 4. Deməli, bu 75 18-ə bölünür 4 alınır. Qalıq da 4 kərə, hardasa qalıq 2 falan belə olur. Ona görə 18-in yarısından kiçikdir deyə 4-ü götürdük və 20-dən, yəni neçə saat qurşağımız var idi? 20 saat qurşağı var idi. Əvvəl necə deyirdik? 24-dən çıxırdıq. Qərbdəki saat qurşağını tapmaq üçün 24-dən çıxırdıq. Amma indi 20 saat qurşağımız var deyə qərbdəkini tapmaq üçün 20-dən çıxırıq. 20 çıx 4 eləyəcək 16. Deməli, 75 dərəcə qərb uzunluğu olacaq 16-cı saat qurşağında cavabımız olacaq B variantı.